Sabahınız xeyir olsun yenidən dostlar. Biz qonaqlı qaralıyıq. Çox maraqlı, rəngarəng qonaqlarımız var. Gəliş səbəblərini indi açıqlayacağıq. Əziz dostlar, ümumiyyətlə elə bir ərəfədəyik ki, bir tərəfdən mübarək Ramazan ayı, digər tərəfdən o baharın havası, insanın sanki içindəki bütün milli duyğular, milli hisslər qabarır və gözəl bir folklor ansambl deməli gəlir bizim studiyamıza. Bir daha o milliliyimizə sarıldığımız bir ərəfədə onlarla söhbət bizi sanki daha da o içimizi bahar nəfəsi ilə isidəcək. Ağdamın Abdal Gülablı kəndinin çox əla bir ansamblı var, əziz dostlar. Nənə Qızlar ansamblı. Bəlkə də bir çoxlarınız bu barədə bilirsiniz. Bəlkə də kimlərini sizə bilmirsiniz. Əslində bu qrup illər əvvəldən yaranıb, amma o torpaqlar işğal olunan ərəfədə sanki bu qrupun həvəsi də müəyyən mənada belə bənzətmə ilə desək sanki işğal olundu. Amma həmin böyük qələbədən sonra onlar da yenidən o gözəl fəaliyyətlərinə davam etdilər. İndi bir çox suallarımızın cavabını özlərindən eşidəcəyik. Gəlin sizə, əziz dostlar, qrupun heyətini təqdim eləyək. Ağdam şəhərinin Abdal Gülablı kəndinin Nənə Qızlar folklor ansamblının təsisçisi Almara xanım Nəbiyeva buradadır. Salamlayırıq sizi, xoş gəlmişsiniz. Və ansamblın üzvlərini məmnuniyyət hissi ilə təqdim eləyək sizə. Yasəmən xanım Əhmədova, İradə xanım Əliyeva və Sabirə xanım Cəfərova. Xoş gəlmişsiniz, sizi görmək. Xoş gününüzə gəlmişik, çox sağ olun. Əhvalınız yaxşıdır belə başlayaq. Min şükür Allaha. Almar xanım, gəlin başlayaq sizinlə söhbətə. Bildiyimiz qədərilə siz həm də Bakı Dövlət Universitetində Dədə Qorqud Elmi Tədqiqat Laboratoriyasının müdirisiz, filologiya üzrə fəlsəfə doktorusunuz, Aşıqlar Birliyinin üzvüsüz və bu ansambldə təsisçisiniz. Amma bildiyim qədərilə bu ansambl hələ 1982-ci ildə təsis olunmuşdu. Kim tərəfindən, kimin ideyası idi, necə? Bildim, siz buna sanki bir yenidən bir həyat vermiş oldunuz. Bir qısa bizə tarixini söyləyin, sonra bugünə gələrik. Təşəkkür edirəm. Əvvəla ictimai televiziyanın əməkdaşlarını salamlayıram, xalqımızı salamlayıram. Bu gözəl gündə, ayda, yəni sabahları bizim ilaxır çərşənbəmiz olan 4 ünsürümüzün torpaq çərşənbəmizdir və Novruz bayramımız gəlir, yeni günümüz gəlir. Hər birimizə, xalqımıza əmin-amanlıq, xoş günlər, xoş əhval-ruhiyyə, mehribançılıq arzulayıram. Amin. Sizin sualınıza cavab olaraq mən də onu diqqətinizə çatdırım ki, bəli, bizim Nənə Qızlar folklor ansamblı 1982-ci ildə Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən o dövrdə bütün rayonlarda folklor ansamblı yaradılması üçün məlumat göndərilir və bizim də Ağdam şəhərində Mədəniyyət Şöbəsinin müdiri Çimnaz Əliyeva, Çimnaz xanım o dövrdə bizim rəhmətlik Aşıq Xaspolat vardı. Mirzaliyev. Bəli, bəli, Abdal kəndində. Xaspolat ustad aşıq idi. O ustad aşığa yəni məktub ünvanlayır ki, belə bir folklor ansamblı yaratmaq lazımdır. Xaspolat əmir rəhmətlikdə fikirləşir ki, bu ansamblı yaratmaq üçün bizim kəndimizdə kitabxanada işləyən Xavər nənə var. İndi hal-hazırda da yaşayır, 85 yaşı var. Can sağlığı arzulayırıq ona da. Xavər nənəyə bizi əvvəldən də o bütün toylara, yəni bütün şənliklərə apardığı üçün güvənir ona ki, biz birlikdə bu işin öhdəsindən gələcəyik və onlar otururlar, söhbətləşirlər. Xaspolat da əmədə deyir ki, ilk öncə o dövrdə axı bu qədərinə, yəni bizim bu çağırlarımız, yəni səhnəyə çıxmaq belə məşhur deyil də axı indiki kimi o dövrdə. Ona görə deyir ki, onda biz ilk olaraq öz qızlarımızdan başlayaq ki, qonum-qonşunun qızları da bizim ansamblımıza qoşulsunlar da ki, rövnəqləndirsinlər. Bəli. Və belə də ansambl yaranır və ansambl yaranır, başlayır fəaliyyətə. Azərbaycanın bütün dövlət kanallarında, rayonlarında, digər tərəfdən Sovet dövründəki o Sovet kanallarında bütün ansambl demək geniş fəaliyyətdə olur. O üzvlərdən kimsə var indi? Bəli. O üzvlərdən, o vaxt o üzvlərdən bizim indi əvvəlki ansamblının, bu xanımlar ki var, bunlar əvvəlki üzvlərdəndir. Amma biz bir tərəfdən də deyim ki, bizim bu Nənə Qızlar ansamblında o dövrdən bu günə kimi, yəni qızlarımız hansısa ailə qrup getdikcə onların yerindən yeniləri gəlib də, bəli, əvəzlənib. Haradasa o vaxtda 17 nəfər qızlarımız varsa, amma indi bizim sıralarımız 11 nəfərdən ibarətdir. 11 nəfərdən ibarətdir. Bəli, 11 nəfərdən ibarətdir. Cəmi 3-ü buradadır. Digərlərini də efir vasitəsilə təbii ki, salamlayırıq. Qısa-qısa danışaq, vaxt çatsın. Abdal Gülablıdandır. Bəli, hamısı Abdal Gülablı'nın evlatlarıdır. Qrupa qoşulmağın əsas şərtlərindən biri. Yasəmən xanım, neçə ildir bu ansamblin üzvüsünüz? Mən deməli ansamblımız Almar xanım dediyi kimi 82-ci ildə yarananda
Mənim onda 17 yaşım vardı. Ay, ay, ay. Əvvəl bacım iştirak eləyirdi orada. Sonra ailə qrup çıxandan sonra mən 10-cu sinifdə oxuyurdum. O yeri boş qoymaq lazım deyil. Mən gəldim. Siz əvəzlədiniz. Sonra da müharibə başladı. Bildiyiniz Qanlı kimi. qadalı günlər. Şükür Allaha ki, onu Keçdiyimiz atlatdıq. o bəli Şükür tarix. Allaha. Sonra yenidən 2 ildir də fəaliyyət başlayıb. bərpa olundu. Almara xanımın hesabına. Dedilər ki, istəyirsən ansambliyə yenidən gəlmək. Dedim, əlbəttə istəyirəm. Yenidən gəldim, qoşuldum ansamblə. Nə qəşəng. İradə xanım, bəs siz? Mən də ansamblın ilk qoşulan iştirakçılarındanam. Mən də Yasemin xanımla sinif yoldaşıyıq, bir sinif sinifdəyik. yoldaşısınız sən də. Bəli. Çox gənc yaşlarımızdan bu ansambla qoşulmuşuq. O vaxtda çox çəkilişlərdə iştirak etmişik, çox tədbirlərdə. Bizim o vaxtda ansamblımız hətta Sovet İttifaqı dövründə Moskva festivallarında laureatlar alıb, orden medallarla təltif olunub. Bəli. Belə çox gözəl qarşılanmış, xalq tərəfindən sevilən bir ansambl olubdur. Amma sonra bildiyimiz bu məlum səbəblərə görə ansamblımızın fəaliyyəti dayandı. Amma hamımızın ürəyimizdə o ansambl yaşayırdı. Hamımız onun həsrətini çəkirdik ki, görək nə vaxt bərpa olunacaq. Şükürlər olsun Allahın bu gününə. Allah prezidentimizə can sağlığı versin. Amin, Allah ordumuzu qorusun. Şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin ki, bu gözəl günləri görməyi bizə qismət etdi. Heç inanmırdıq ki, o doğma yurdumuzu, Füsunkar, Dilbər Gülşəmizi, o Gülablı kəndini yenidən görərik. Yenidən o torpaqlara ayağımız dəyər. Çox şükürlər olsun Allahın bu gününə ki, haqq nazilir, amma həmişə gəlir axırda öz yerini tutur. Bizim də prezidentimiz, ordumuz haqqın yol ilə gedərək bu torpaqları bizə qaytardılar. Bu böyük sevinci bizə yaşatdılar. İnanırsınız, indi o kəndə gedəndə elə bir duyğular keçiririk ki, o duyğuları, o hissləri sözlə ifadə etmək mümkün olmur o dərəcədə. Neçə dəfə getmişsiniz artıq Abdal 3 dəfə getmişəm mən, bəli. Axırıncı dəfə də keçən çərşənbə günü getmişəm, yer çərşənbəsi, bəli. Bütün kənd sakinlərimiz toplaşmışdı, böyük bir gözəl, Çıxış elədiniz. Gözəl, bəli. Bir iki axışda dediniz orada. Nətər özdə, orada deyil, deməyib, harada deyil. İlk çərşənbəmizi yandırdılar. Neçə ildən sonra? 33 ildən sonra ilk çərşənbəni yandırdıq. Kənd sakinləri toplaşaraq yenidən o bayram. Özdə bizim Novruz bayramları bizim kənddə qeyri-adi keçirilirdi. Çox gözəl ki, o bayramlar məncə heç bir yerdə keçirilmir. Çünki bayram başlamamışdan 10 gün əvvəldən bayram toyları bizdə başlayardı. Hər məhəllənin öz bayram toyu olardı. 10 gündə bayram qutarandan sonra davam edərdi. Ansambllar vardı. O Bayram ansambllardan toyu məhəllə bayram toyları ki, bu bayram Mən elə toyları bayram tonqalı deyirsiniz. Xeyr, bayram toyları. Amma Təmtəraqlı bizim kənddə keçirilir. 10 gün bayramdan əvvəl başlayardı və 10 gün bayramdan sonra qurtarardı. Çox gözəl belə ab-u hava, nə bilim, yerləncəklər asılardı, yüksək ağaçlardan ki, bütün gənclər orada yellənərdi, özləri necə yellənərdilər. Həyətdə bir tonqal. Çox gözəl belə. Mehribançılıq, Sabirə xanım qonum sizə bizdən. qonşular, Sabirə xanım sizə həmrəylik. bizdən artıq. Bizim kəndin sakinləri də çox mehriban insanlardır. Hamı bir ailə üzvü kimi. Yenə də biz yığışdıq yel çərşənbəmizi bir ailə üzvü kimi. Həmişə birlikdə. Qeyd edirəm. Həmişə Bəli, birlikdə. birlikdə Sabirə keçirik. Sabirə xanım, xanım. siz də sinif yoldaşısınız, yoxsa bir yerdə oxumusunuz? Ona görə qoymurlar da sizi danışmağa birləşiblər sinif yoldaşları. Sabirə xanım ürəyi lap Mən çox bunların doldu, çünki o nənəsiyəm, onlar Nənəmizdir. eviyə Zarafat eləyirik. Çox sağ olun, təşəkkür edirik dəvət etdiyiniz üçün. Mən də bütün xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Allah Taala həmişə can sağlığı versin, xoş günlər qismət eləsin. Mən də bu ansamblın üzvü olanda mənim 18 yaşım var idi. 18 yaşımdan iştirak eləyirdim. Demək olar ki, ansamblın döyünən ürəyi idim də. Solisti idim. Aparıcı gördüm. Keçmiş zamanda niyə deyirsiniz ki, indi də maşallah olub ürək. İndi də vaxt O gətirdi fasilə ki, olduğu üçün deyir. fasilə oldu. Sonra sağ olsun Almara xanım ansamblı bərpa elədi. İndi həmin o nənə rolunda mən gedirəm.
O vaxtı ki mənim 18 yaşım var Nənə idi. qızlar o Bəli, nənə mənada bir qızlar. nənə olurdu. Bir nənədir, qalanı qızlarımızdır. Qalanı Bir də qızlar. onu da müdaxilə eləyim ki, bizim rəhmətli Aşıq Xaspolat dövrü zamanında, yəni rayonda yaşayırdılar. Məlum hadisələrə görə bu Bakı şəhərində yaşayırdı. Mən də müasir dövr aşıq yaradıcılığı dissertasiya yazdığım zamanda mən onun yanına heç olmasa 10 gündən bir gedirdim. Yəni o aşıqlarla bağlı o mənə çox köməkliklər eləyirdi. Və o zamanda da o dedi ki, qızım, sən folklorşünassan, mən belə fikirləşirəm, arzu edirəm ki, gələcək zamanlarda əgər mümkün olsa, onda bu ansamblı qoymazsan da, qalsın O vaxtda kölgədə. xeyir duasını vermişdi Bəli, sanki. kölgədə qalsın. Zamanı vaxtı gəlsə, sən onlara bir həyat verərsən. O vaxtdan da mənim də doğrudan belə hər dəfə könlümdə qübar eləyirdi ki, bu necə olacaq, nə edəcək, götür-qoy eləyirdim. Və hər dəfə də elə olur ki, Elmlər Akademiyasına keçirdi Sabirə xanım, nəvələrini aparırdı, uşaqlarını aparırdı, musiqi məktəbini aparırdı. Hər dəfə qarşılaşırdıq, ona söhbət eləyirdik. Elə bil ki, o Allah Taala'nın bir nə bilim verdiyi bəxşiş idimi, ya Allahın bir açdığı yolu idimi ki, biz hər dəfə ona danışıb, bəli, işarələrdir ki, sonradan torpaqlarımız azad olunandan sonra zəng elədim Sabirəyə, dedim Sabirə, yəni qızlarımızı bərpa eləyə bilərsən, biz bu ansamblı yenidən dirçəldək. Dedi, əlbəttə eləyə bilərəm. Siz sadəcə olaraq bizə yol göstərin, biz sizin ardınıza gəlirik və onunla da birinci dəfə olaraq biz ansamblımızla birlikdə Ağdama getdik. Ağdamda Zəfər Bayramı ilə bağlı çıxış elədik. O zamandan da bütün demək olar ki... 32 il sonra mən oxumuşdum Bəli, ki, 32 il sonra Nənə Qızlar Folklor Ansamblı yenidən səhnədə. Bir dənə sonda vaxt artıq efirimiz tamamlanır. Biraz şifahi qısa deyin. Necə bir repertuardır sizdə? Baxışlarını falan bir yaxı eşitdik. Yəni necə seçirsiniz, hansı mahnıları ifa edirsiniz? Mən onu deyim sizə, zəhmət olmasa. Bizim deməli ansamblın bayatlarını yazan bizdə nə idi qızımızın adı? Gülşən xanımdır. Vaxtilə o da, onun atası da bizim ansamblın elə bir ki, qarmon çalanı olub. Yəni şəcərə davam eləyir də bir sözlə deyək ki. Bizim bayatlarımızın da hal-hazırda o yazır və hansı mövzuda da lazım olsa bizim, yəni bu 4 ünsünümüz, 4 çərşənbəmiz, Novruz bayramı ilə bağlı, çayın hansı mövzuda olursa olsun, bizim qızlarımız o bayatını o yazır, bizim qızlarımız da hazırlaşır, biz də çıxış edirik. Sabirə xanım nəsə demək istəyirdi? Buyurun. Bizdə belədir ki, yəni nənə qocadır da, gəlir, çəli ilə, mən çəlimi gətirməmişəm, çıxışımız yox idi. Nənə gəlir, deyir, əziyəm bu hala, düşən varmı bu hala? Çərxin çönsün, ay fələk, məni saldım bu hala. Qızlar çıxır oradan, hərəsi bir mahnı oxuyur. Sonra mən yenə deyirəm ki, yəni razılaşmıram. Əzizim müşkül işdir, dərdcanda müşkül işdir, cəmi dərdlər sağalar, qocalıq müşkül işdir. Yenə qızlar mahnı oxuyur. Axırda mən deyirəm ki, əzizim cana gəlim, cana nəfəsə gəlim. Qarabağdan oxuyur, mən də həvəsə gəlim. Bunlar Qarabağdan oxuyur, mən birdən Qarabağ şikəstəsi oxuyuram. Bunlar hamısı məhəddər qalır. Sonra da oxuyuram. Bunlar belə... Həvəskar belə sənətkarlardılar da. Qəşəng də heç nənə oynamayıb, şıdırğı da bir rəqs eləyir. Rəqs eləyir, Çəli necə olur onda? Çəli Çəli dəlində. Şəhzarda olacaq, biz də gəlirik. Bizdə qızlarımızın əksəriyyətimiz o musiqi savadımız var. Bəli, hamısı təhsilli əksəriyyət. Musiqi texnikumu qurtarmışam. Samirə xanım özü də. Var, bəs deyirsiniz, yox, mən dedim, Musiqi texnikumu qurtarmışam. həmən elə bilirdim, onlar o sinədən gəlmə həvəskar musiqi. Yox, həm də təhsillidir bizim Həvəskar da var. əksəriyyəti. Qızlarımızın hamısı ali təhsillidir. Yəni indi hamıya da maraq gəlir ki, bu nənə gəlibdir, şikəstdən oxuyur, sonra da oynayır, hamıya maraq göstərən odur. Əməlli başlı belə müasir Bəli, çox gözəl, bəli, çox gözəl bir ansambl, bəli. Bayram. Qızları da çalışır. Əylə gələn həvəsə nənə gətirsin. birdən-birə rəqs eləməyi hamıya möcüzəlidir. Həm də Qarabağ şikəstəsini o qədər möhtəşəm oxuyur ki, həddən artıq. Yəni bilirsiniz, daxildə o biraz nistil var səsdə. O nistilli səsdə daha da ona biraz rövnək verir. Çox gözəl rəngarəhlik yaradır. Maşallah. Uğur olsun sizə. Çox Qrupun digər üzvlərinə də bizim salamlarımızı, Cəmi xoş cümləmizə. arzularımızı çatdırın. Çoxlu. Xoş gəldiniz. Həmişə bayram toyu dediniz də, hə? bayram toyu, toylarınız o gün. çox olsun, belə Amin, iştirak amin. eləyəsiniz, oxuyasınız, insanlar da qoşulsunlar sizə, bizim xalqımıza bayramlar yaraşır. Bəli. Əziz dostlar, Allah Ağdamın Abdal Gülablı kəndinin Nənə Qızlar Folklor Ansamblı bizim qonağımız idi. Onların hər birinə təşəkkür Çox sağ edirik olun. və efirimizin son 1-2 dəqiqəsi qalıb. Elə onlarla söhbətdən sonra məncə bu xəbər də yerinə düşəcək. Ötən gün demək olar ki, əksər sosial media hesablarında da bu xəbərlər paylaşırdı. İnsanların sanki belə hisslərinə toxunmuşdu. Ahıl şəxslər üçün Sosial Xidmətlər Müəssisəsinin sakinlərinə bir sual ünvanlanmışdı müəssisə tərəfindən ki, yenidən 20 yaşınız olsaydı, nə edərdiniz? Çox maraqlı cavablar almışdılar doğrudan da. Məşhur musiqiçi O olardım. ahıllardan, yaşlardan. Xeyriyyəçi olmaq istəyərdim.
Yenidən Orada hətta bir müəllimə var idi, qocaman bir Evlənərdim. müəllimə. Mən onun xəttinin gözəlliyində qaldım da, yəni baxmayaraq ki, illər ötüb, o özü də ömrünün bir ahıl yaşına çatıb, amma yaşından, yazısından bir müəllim, yəni xətti, səliqəsi süzülürdü də, həqiqətən də. Biz o illərə qayıtma imkanım olsaydı, bizim ən gözəl günlərimiz kəndimizdə keçib, uşaqlıq illərimiz. O uşaqlıq illərini yerinə yaşamaq istəyərdim. Çünki həyatın Hər ən birimizin gözəl arzusudur. günlərini orada Qayğısız yaşamışıq, günlər. orada görmüşük. Kaş elə yaşayaq ki, o kaşlar bizim cümləmizin əvvəlində olmasın. Sağ olun əziz dostlar, Çox sevgi ilə sağ qalın. olun, sevgi ilə qalın. Hələlik. Görüşmək ümidi ilə, hələlik.